Vətəndaşların digər ölkələrə səfər eləyərkən qarşılaşdıqları problemlərdən biri onların xəbəri olmadan ölkədən çıxışlarına məhdudiyyət qoyulmasıdır. Bu cür məhdudiyyətlər bəzən böyük çətinliklərə yol açır və insanların səfər planlarını alt-üst eləyə bilər. Xüsusilə sosial şəbəkə platformalarında da bu cür problemlərlə üzləşən şəxslərin paylaşımlarını görmək olar. Vətəndaşlar onun ölkədən çıxışına məhdudiyyət qoyulması barədə informasiyanı öncədən əldə eləyə bilmədiklərindən narahatlıqlarını bildirirlər. Məsələn, bir şəxsin illik planlarına uyğun olaraq bir neçə dəfə xarici ölkələrə səfər eləməsi mümkündür. Lakin qarşılaşdığı bu cür məhdudiyyətlər ona həm maddi, həm də emosional zərər vurur. Aldığı biletin pulu batır, səfər uğursuz olur və insan sadəcə olaraq istədiyi yerə gedə bilmir. Yalnız spesifik iki məqamla bağlı stop məsələsi haqqında öncədən məlumatı öyrənmək mümkündür. Ancaq təəssüf ki, digər hallarda tətbiq olunan stop qadağası haqqında məlumatı qabaqcadan elektron formada əldə etmək mümkün deyil. Millət vəkili Azər Allahverənov bildirib ki, bu məsələdə müəyyən mexanizmlər mövcuddur. Ədliyyə Nazirliyinin bir portalı var. Ədliyyə Nazirliyinin bu portalında deməli, ölkədən çıxışına qadağanın olub-olmaması barədə zəruri informasiyanı doldurmaqla onu öyrənmək mümkündür. İndi bizə də zaman-zaman reallıq nədən ibarətdir? Əgər şəxs bilirsə ki, onun hansısa bir məhkəmə prosesi var, ya bunun hansısa bir mübahisə doğuran hal varsa, yəni ən azından şəxs özünün hüquqi vəziyyəti barədə müəyyən informasiya malikdir də. Və belə olduğu təqdirdə o mütləqdir ki, Ədliyyə Nazirliyinə müraciət eləsin, həmən o portal vasitəsilə zəruri informasiyanı daxil edir, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini və nəticə etibarilə portaldan bunun sorğusuna elektron şəkildə cavab gəlir ki, bu şəxslə bağlı qadağa var, yoxsa yoxdur. Hüquqşünas Sadiq Əfəndiyev isə deyir ki, vətəndaşın məlumatlandırılmaması ilə bağlı qanunvericiliyin özündə də müəyyən boşluqlar var. Sadiq Əfəndiyev əlavə eləyib ki, vətəndaşlara məhdudiyyət qoyulması ilə bağlı onların elektron qaydada və ya digər resurslarla məlumatlandırılması vacibdir. Çox təəssüf ki, bəzən bunlara bu məlumat verilmir. Bu qanunvericiliyin özündə də müəyyən boşluqlar var. Həm mülki icraat qaydasında qoyula bilir, həm cinayət işinin icraatından bağlı qoyula bilir. Yəni bu kimi hallarda qoyula bilir. Onun da əsasları miqrasiya məcəlləsində göstərilir. Məsələn, cinayət işində də ancaq qanun tərəfi təqsirləndirilən və şübhəli şəxslərə tətbiq oluna bilər. Ancaq bizim təcrübədə biz görürdük ki, şahidlərə də tətbiq edilir. Hansı ki, bu şahid statusundadır. Müstəndik fikirləşir ki, bu gələcəkdə cəlb oluna bilər. Bununla bağlı dərbəşdən məhdudiyyət qoyur. Bu da qanunsuzdur. Bununla bağlı biz dəfələrlə məhkəmə təcrübəsi var ki, həm məhdudiyyətlər ləğv olunur. Elə bir normanın da nəzərdə tutulması mümkün deyil. Çünki bu şahiddir. Niyə məhdudiyyətlərə məruz qalmalıdır ki? Sadiq Əfəndiyev əlavə eləyib ki, vətəndaşlara məhdudiyyət qoyulması ilə bağlı onların elektron qaydada və ya digər resurslarla məlumatlandırılması vacibdir. Hüquqşünas deyir ki, vətəndaşın aldığı biletin pulunun batmasına görə onu satan aviaşirkət məsuliyyət daşımır. Bilet satan bir şirkətdir. Şəxs ki, elektron qaydada bilet sifariş edir. Bu arasında sərnişin daşıma müqaviləsi rəsmiləşdirilir. O şirkət təbii deyə bilər ki, sənin məhdudiyyətlə mənim aidiyyətim yoxdur. Mən sənə bilet satıram. Orada şərtlər varsa ki, neçə günə qaytarıla bilər, neçə faiz aşağı pulu qayda bilər və yaxud dəyişdirilə bilər, onu uyğun hərəkət edə bilər şəxs. Yaxşı var ki, bu həm o format, həm də məhdudiyyət tətbiq edən orqan heç olmasa indi elektron qaydalar geniş tətbiq olur. SMS bildiriş formasında şəxsə bildirsinlər. Məndə olub təcrübədə şəxs gedir öz maşınından da avtomobilinə gedir, sərhəddən xəstədir, təcrübə həkimlə danışır, Gürcüstanda Tiflisdə əməliyyat alınmalıdır. Gedir birdən-birə qəflətən çıxır ki, bəs sən məhdudiyyət var, sən keçə bilməzsən. Artıq bu şəxs stresini yaşayır. Məlumatım yoxdur bu məhdudiyyətdir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev sorğumuza cavab olaraq bizə bildirdi ki, barəsində icraat aparılan şəxsin ölkədən çıxışına qanunvericilikdə müəyyən edilmiş qaydada məhdudiyyət qoyula bilər. Bu, hansısa cinayət mülki məcəllə ilə müəyyən edilmiş hallarda tətbiq olunur. O halda vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulur ki, onun barəsində aparılan araşdırmada borc öhdəliyi yenidən yaranan xüsuslarla əlaqəli olur, deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, mövcud qanunvericiliyə görə ondan çox qurum vətəndaşın ölkədən çıxışına qadağa qoya bilər. Vergi borcu olanların, cinayət məsuliyyətinə cəlb edilənlərin, axtarışda olanların və s. ölkədən getmək hüququ aşağıdakı dövlət qurumlarının qərarı ilə məhdudlaşdırıla bilir. Ədliyyə Nazirliyi
Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Vergi Xidməti, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti. Mütəxəssislərin fikrincə, MyGov üzərindən də belə bir ictimai əhəmiyyət kəsb edən məlumatın əldə edilməsi imkanlarının yaradılması doğru və faydalı addım olar. Mirzə Altay, APA TV.